Pasient oğlan 31 yaş, sinə batıqlığı, çəkməci döşü sinə batıqlığı ilə müraciət edib. Amma bizim kifozumuz, ikinci dərəcə kifozumuz 45 bucağımız göz qabağındadır. Eyni zamanda çanaq tinində fərq, spinal asimetriya, çiyin fərqi və arxa tinlə xəttimizi qaldıranda bir fəqərənin eyni qədər yana getmə var. Bunlardan əlavə həm də pasiyentdə qabarma və protruziya, 2 mm protruziya var. Bel nahiyəsində L4, L5, L5, S1-də. Görüntüdə, rentgenoloq, radioloq görüntüdə böyrəklərin uzisini tövsiyə edir. Biz eyni zamanda bu pasiyentdə həm sinə batıqlığını aradan qaldırmalıyıq, həm kifoz bucağını 45-dən hardasa 30-a indirməliyik, çiyin xəttini normala gətirməliyik və protruziya qabarmanı aradan götürməliyik. Protruziya qabarmanı. Yaxşı ki, bizdə hemangioma görüntüləri yoxdur, sürüşmə görüntüsü yoxdur, Tarlov kistası yoxdur. Bunlar müsbətədir. Növbəti görüntüyə baxaq. Sinir kökləri, onurğadan çıxan sinir kökləri aydın görsənir. 2 mm protruziya və qabarmanı aradan qaldırmaq bizdən ötürü çox asandır.